Gəldik, çıxdıq Talış mahalının Lənkəran şəhərinə. Xudavənd aləmin xoş saatda yaratdığı bu mahalı görəndə bir anlıq gəlişimizin məqsədini də unutduq. Amma reallığa qayıtmağa məhkum idik. Vaxtımız çox dar idi. Lənkəran mədəni mühitinin bugünkü ab-havası barədə məlumatlanmaq istəyi, müasir Fövzül-Füsaha Məclisinin haqqında eşidib, lakin hələ üzünü görmədiyimiz üzvləri ilə nəzərdə tutduğumuz görüş bizi bir qədər tələsməyə sövq edirdi. Bununla belə ətrafdakı əsrarəngiz mənzərələri kifayət qədər lentə çəkdik və hələ bu haqda sizə danışacağıq. Qədim Mamusda kəndində istirahətimiz üçün ayrılmış mehmanxanaya qaydanda artıq gecə yarısı idi. Ertəsi gün əhli məclislə görüşməli idik. Hər qarış torpağı qızıldan baha, almazdı, zümrüddü, düldü Lənkəran. Qonaq qarşısında süfrəsi açıq, qoynu qucaq-qucaq, nurdu Lənkəran. Dəmir ağac əzmi, xambulan tacı, Xəzər güzgüsüdür, gül bağı saçı. Oxuyan dilidir qızıl ağacı, rastdır, cahargahdır, şurdu Lənkəran. Lənkəran təbiətini seyr edərkən, bu sətirləri yazan Həbib Səfərin həyəcanlarını biz də yaşadıq. Həm də heyfsləndik ki, şair deyilik və hisslərimizi lazımınca ifadə edə bilməyəcəyik. Bax, belə bir meşəyə baxanda, insan əzəmətli təbiət qarşısında nə qədər cılız və aciz olduğunu anlayır. Ancaq qürur hissi də keçirir. Ən azı ona görə ki, biz insanlar texnikanın inkişaf etdiyi belə bir dövrdə bu ibtidai gözəlliyi hələlik qoruyub saxlaya bilmişik. Bura Xambulan meşəsi və gölüdür. Gəlin bu sakitliyi sizinlə birlikdə dinləyək.